Bir 20 ilin söhbətidir. Bakıda şadlıq evlərinin birini məni tuaya dəvət eləmişdilər. Üzüm biraz tüylü olduğuna görə dedim gözüm üzümü təraş etdirin. Ben təmizlik yaxşı şeydir əlbəttə ki. Adam məclisə çıxır. Mən də ömrümdə dəlləyə ya bir dəfə ya iki dəfə üz qırtdırmışam. Yani həmişə özüm təmizləyirəm üzümü. Ben naləş qaldım. Getdim girdim bir dəlləkxanaya. Burada 5-6 nəfər gördüm ki müştəri gözləyirlər. Ben de əyləşdim kim boşdu onun yanında. Gördüm cavan bir oğlandı təbii ki cavan oğlandı. Biraz dedim şimdi uşaq nə fərqi var dəllək dənə. Bu başladı üzümü sabunlamağa, qırmağa. Mənim haralısam dedim Beyləqanda olub da başa döndüm. Bir iki sual verdi. Gördüm ülgüçlə üzümü kəsdi ve kağız yapıştırdı. Biraz keçdi bir sual verdi. Bir kağız çənəmə, bir kağız üzümə, bir kağız boğazım altına. Bir baxdım ki bu mən tuaya gedirəm. Üzüm başım bitiyor qanda. Ne kadar bu yerin temizlik qanı kəssə də bu məndə bilinəcək bu. Bir də qayıtdı ki axırda da görüm bu karıxır bu. Ne de dura bilmirəm bunun əllatdakı çıxam başqa dəlləyə üz qırtdıram. Dedim müəllim neçə qardaşsınız? Heç hənanın yeri deyil, suarın yeri deyildi. Dedim sənin əlindən salamat çıxsam, qardaş oğlu, sənin əlindən salamat çıxsam iki qardaş olacağıq. Ya burada ölüb qalsam ülgücün altında bir qardaşım qalacaq. Hər sənətin sahibi var. Oradan yazmışam ki üz başımı qan eylədin, bir əl saxla cavan dəllək. Məni yarımcan eylədin, insaf elə aman dəllək. Ülgücünü aldın ələ, göz yaşlarım döndü selə. Sağlığıma indən belə yoxdur daha güman dəllək. Özüm yandım öz istimə, niyə durdun deyə qəstimə? Skora çağır üstümə, o eyləsin dərman dəllək. Sən allandın de pulamı, niyə kəstin haq salamı? Yetim qoyma 5 balamı, sən müqəddəs Quran dəllək. İtirmirsən ağlı, huşu, seçəmirsən üzdən başı. Mən nabələdəm, sən də naşı, uzuzmuşam yaman dəllək. Üz başımı yola yola, neçəsini saldın yola. Dedim adın nədir bala, cavab verdi fərman dəllək. Soydun üzümün ətini, gözdən saldın sənətini. Gileyli bəylər bu hörmətini, unutmaz heç zaman dəllək, unutmaz heç zaman dəllək. Hər sənətin naşısı var, əlbəttə ki, yaxşısı da var. Cavan oğlan da neynəsin bu? Bala bilməsə örgənə bilmir.